Gəlin törəmə və tətbiqlərinə aid belə bir məsələnin izahına baxaq. Deyir ki, y bərabərdir kosinus kvadratı x funksiyası üçün bu tənliyi həll edin. İndi burada biz birinci y-x-i tapsaq, kosinus kvadratı x-in törəməsi, deməli 2 düşəcək qarşıya 2 kosinus x, bir də vur. Kosinusun törəməsi mənfi sinus x, mənfi sinus x. Yəni bu bərabər olacaq mənfi 2 sinus x kosinus x. Bax belə. İndi deyir ki bizə 2y, yəni 2 kosinus kvadratı x, kosinus kvadratı x çıxılsın 2 sinus x kosinus x bərabərdir 0. Bu tənliyidir, həll edin. İndi burada bunların hər ikisindən kosinusu çıxartsam mötərizə xaricinə nə qalacaq? 2 kosinus x çıxılsın 2 sinus x bərabər olacaq 0-a. Aha, bərabər oldu 0-a. Deməli burada birinci kosinus x bərabər olmalıdır 0-a. X buradan bərabər olur. Pi bölünsün 2, üzərinə gəlinsin pk. Pi bölü 2 plus pk. Birinci kök bu. İkinci kökdə 2-ni çıxartsam mötərizə xaricinə kosinus x çıxılsın sinus x bərabər 0-dan. Buradan kosinus x bərabər olur sinus x-a. Buradan da x nə olur? X bərabər olur pi bölünsün 4, üstə gəl pk. Vəssalam, ikinci kökdə bu. Bunların hər ikisində də k daxildir z-ə. K daxildir z-ə. Deməli düzgün cavab oldu A bəndi.